Hörmətli izləyicilər, mən Onur Rəstov, Amarkes Global Group şirkətindən hər birini salamlayıram. Bugün sizinlə gündəlik bazar analizini paylaşacaq. İlk öncə dollar indeksinə nəzər salaq. Bu həftənin investorlar tərəfindən gözlənilən ən vacib xəbəri Amerikadan açıqlanacaq inflyasiya göstəriciləridir. Hansı ki, inflyasiyanın hörmətli izləyicilər may ayı üçün 2,5% olacağı proqnoz edilir. Bir öncəki dəfə 2,3%, yəni aprel ayı üçün inflyasiya 2,3% açıqlanmışdı. Yəni gözləntidən daha aşağı idi. Bildiyimiz kimi federal ehtiyatların faiz dərəcəsi ilə bağlı qərar verərkən əsasən iki faktoru nəzərə alır. Bir, əmək bazarı ilə bağlı göstəricilər, digəri isə inflyasiya bağlı göstəricilər. Bildiyimiz kimi əmək bazarında son 3-4 aydan çoxdur ki, ümumi işsizlik səviyyəsi 4,2% ətrafında dəyişməz olaraq qalır. Əlavə olaraq isə qeyri-kənd təsərrüfatı sahəsində yaradılan yeni iş yerlərinin sayı, yəni non-farm payrolls, baxmayaraq ki, bir öncəki dəfə gözləniləndən daha yuxarı, yəni 130 min yeni iş yerinin yaradıldığı açıqlanmış oldu. Lakin ümumi fonda baxdıqda isə bu göstəricilər eynən aşağı düşən trendlə davam edir və bundan dolayı da əmək bazarında nisbətən neqativ tendensiya var. Əgər inflyasiya da aşağı gələrsə, hansı ki, federal ehtiyatların inflyasiya hədəfi 2% ətrafındadır. Bu bir mənada federal ehtiyatların faiz dərəcəsini aşağı salacağı ehtimalını yüksəldə bilər. Əlavə olaraq, hörmətli izləyicilər, bildiyimiz kimi Trump federal ehtiyatların rəhbərliyində, yəni Jerome Powell-a bir neçə dəfə açıq şəkildə faiz dərəcəsini aşağı salmaqla bağlı təzyiq edib. Bundan başqa, bond bazarına, yəni xəzinə istiqrazlarının faiz gəlirliyinə diqqət etirsək, hal-hazırda 10 illik xəzinə istiqrazlarının faiz gəlirliyi 4,27-4,30 ətrafında, 30 illik xəzinə istiqrazlarının faiz gəlirliyi isə 5% ətrafında dəyişir. Və bundan dolayı da bu faktorları nəzərə aldıqda federal ehtiyatların faiz dərəcəsini aşağı salacağı ehtimalı çox yüksəkdir. Və bu gün inflyasiyanın gözlənilən aşağı gəlməsi bir mənada bu ehtimalı daha da artıra bilər. Xüsusilə qeyd etmək lazımdır ki, federal ehtiyatların növbəti görüşü, yəni faiz dərəcəsi ilə bağlı qərarı 18 iyunda açıqlanacaq və həmin görüşdə əslində federal ehtiyatların yenidən faiz dərəcəsini 4,5-də saxlayacağı, dəyişməyəcəyi proqnoz edilir. Lakin bu gün açıqlanacaq inflyasiya bir mənada açar rolunu oynaya bilər. Texniki analiz nöqteyi nəzərdən diqqət etirsək, əslində 6 iyun tarixində dollar indeksinin alış siqnalı yaranmışdı. Belə ki, həmin günün birinci müqavimət səviyyəsinin qırılması ilə və qiymətlərin səviyyənin üzərində bağlanması ilə dollar indeksinin alış siqnalı yaranmışdı. Lakin diqqət etsəniz, həmin tarixdən etibarən əslində 3 gündür ki, dollar indeksi range içərisində ticarət olunur. Yəni birinci dəstək və birinci müqavimət səviyyələrinin arasında ticarət olunur. Bu gün Amerikadan açıqlanacaq inflyasiya göstəriciləri bir mənada dollar indeksinə də təyin edən əsas faktor olacaqdır. Bu gün əgər birinci dəstək səviyyəsi olan 98-323 səviyyəsini qırıb onun altına bağlanarsa indeks, biz bir mənada dollarda satışın, yox əgər bu gün birinci müqavimət səviyyəsini qırıb 98-855 səviyyəsini qırıb onun üzərində bağlanarsa, biz dollarda alış siqnalının yarandığını proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz avro-dollar valyuta cütlüyüdür. Bildiyimiz kimi keçən həftə Avropa Mərkəzi Bankı faiz dərəcəsini 2,40-dan 2,15%-ə endirmiş oldu və hətta növbəti görüşlərdə də faiz dərəcəsinin aşağı salınacağı ilə bağlı yumşaq tonda bir açıqlama vermiş oldular. Və diqqət etirsəniz, əslində 6 iyun tarixində avro-dollarda satış siqnalı formalaşmışdı. Belə ki, həmin günün birinci dəstək səviyyəsinin qırılması ilə və qiymətlərin səviyyənin altına bağlanması ilə əslində avro-dollarda satış siqnalı yaranmışdı. Və həmin tarixdən etibarən əslində yenə də avro-dollar valyuta cütlüyü də range içərisində ticarət olunur. Yəni birinci müqavimət və birinci dəstək səviyyəsinin arasında ticarət olunur. Bu gün ərzində avro-dollar bu günün birinci dəstək səviyyəsi olan 1,38, 1,13, 835 səviyyəsini qırıb onun altına bağlanarsa, biz avro-dollarda satışın davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz GBP-USD valyuta cütlüyüdür. GBP-USD valyuta cütlüyündə də diqqət etirsəniz, 6 iyun tarixində əsas satış siqnalı formalaşmışdı. Belə ki, həmin günün birinci dəstək səviyyəsinin qırılması ilə GBP-USD-də də satış siqnalı formalaşdı və həmin tarixdən etibarən yalnız günlər özü birinci dəstək müqavimət səviyyələrinin altında ticarət edilib və diqqət etsəniz GBP-USD-də indilik eniş trendi dominantdır və gün ərzində bu günün birinci müqavimət səviyyəsi olan 1,35-562 səviyyəsini qırıb onun üzərinə bağlanmazsa, biz GBP-USD valyuta cütlüyündə eniş trendinin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz qızıldır. Ümumiyyətlə, texniki analiz nöqteyi nəzərdən yanaşsaq, qızılın qiymətində əslində 6 iyun tarixində satış siqnalı formalaşmışdı. Belə ki, həmin günün birinci dəstək səviyyəsinin qırılması ilə əslində qızılda satıcıların bazara daxil olduğu görülürdü və lakin həmin tarixdən etibarən qızılda yenidən range ticarəti
belə deyək, davam etdi və qızıl hal-hazırda gözləmə mövqeyindədir. Diqqət etsəniz, nə günlər üzrə birinci müqavimət səviyyəsini, nə də birinci dəstək səviyyəsini qırıb onun altına bağlanır. Yəni range içərisində ticarət olunur və bu gözləmənin təbii ki, başlıca səbəbi Amerikadan açıqlanacaq inflyasiya ilə bağlı gözləntilərdir. Ümumi fonda baxdıqca, hörmətli izləyicilər, qızılın qiymətinə təsir edən faktorlar arasında bu Trumpın başlatdığı ticarət müharibələri idi və bununla bağlı Londonda Çin və Amerika arasında, yəni dünyanın iki ən böyük iqtisadiyyatı arasında bu ticarət müharibəsini sonlandırmaqla bağlı, yəni ticarət razılaşması əldə etməklə bağlı 2 günlük danışıq olmuş oldu və bu danışıqların nəticəsində Çin və Amerika arasında çərçivə razılaşması əldə edilib və həmin razılaşmaya əsasən açıqlamalara görə Amerika tarifləri, yəni Çinə tətbiq etdiyi tarifləri 30%, Çin isə Amerikaya tətbiq etdiyi tarifləri 10%-ə salmağı öhdəlik kimi götürüb. Əlavə olaraq da Çin nadir metalların ixracına qoyduğu qadağanı da aradan qaldıracağı ilə bağlı açıqlamalar var. Lakin bu hələlik təsdiqlənməyir. Çünki bu razılaşmalar prezident tərəfindən təsdiqlənərsə, bir mənada bu qlobal belə deyək, maliyyə bazarında tariflərdən yaranan qeyri-müəyyən yaradan qaldıra bilər. Bu da qızılın qiymətində satışlara səbəb ola bilər. Lakin ümumi fonda baxdıqca, hörmətli izləyicilər, qızılın qiymətinin yüksəlməsini əsas təsir edən faktor Rusiya-Ukrayna müharibəsi hələ də davam edir və sonlanacağı ilə bağlı da açıq bir gözlənti yoxdur. Həmçinin, hörmətli izləyicilər, dünya bond bazarına, istiqraz bazarına, yəni qlobal istiqraz bazarına diqqət etirsək, bəzi ölkələrin borcları həqiqətən də artıq idarə olunmaz səviyyəyə gəlib və orada da faizlər yüksəlir. Yəni bond istiqraz faizləri yüksəlir ki, belə olan halda yenidən bir inflyasiya dalğasının artacağı təhlükəsi və yaxud da qorxusu var ki, bu da qızılın qiymətində hələlik kəskin düşüşlərin olmasını məhdudlaşdırır. Yəni biz qızılda hər aşağı yönlü enişin əslində aşağı yönlü bir korreksiya olduğunu düşünürük və əgər qiymət günlər üzrə birinci müqavimət səviyyəsi olan, yəni bu gün üçün 3346 dollar səviyyəsini qırıb onun üzərində bağlanarsa, biz qızılda yenidən alış siqnalının yarandığını proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz S&P 500 indeksidir. S&P 500 indeksinə diqqət etsəniz, əslində 6 iyun tarixində alış siqnalı yaranmışdı. Belə ki, həmin günün birinci müqavimət səviyyəsinin qırılması və qiymətlərin səviyyənin üzərində bağlanması da S&P 500 indeksində alış siqnalı yaranmışdı. Xüsusilə S&P 500 indeksinin yüksəlməsinə əsas səbəblərdən birisi Nvidia səhmlərinin yüksəlməsi, Tesla'nın yüksəlməsi oldu. Və həmçinin dünən Amerika və Çin arasında olan ticarət belə deyək, danışıqlarının bir mənada müsbət nəticələnməsi də S&P 500 indeksinə yüksəliş yönlü təsir etmiş oldu. Və gün ərzində nə qədər ki, S&P 500 indeksi bu günün birinci dəstək səviyyəsi olan 6007 dollar səviyyəsinin qırıb onun altına bağlanmazsa, biz S&P 500 indeksinə yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Xüsusilə hörmətli izləyicilər, bu gün Amerikadan açıqlanacaq inflyasiya xəbəri də səhəm bazarına təsir edəcək, belə deyək, əsas göstəricilərdən birisidir. Belə ki, inflyasiya gözləniləndən aşağı gələrsə, bu federal ehtiyatlarına faiz dərəcəsini aşağı salacağına və səhəm bazarının da yüksəlməsinə səbəb ola bilər. Çünki federal ehtiyatlar faiz dərəcəsini aşağı salarsa, təbii bu bazarda pul kütləsini artırır. Həm bir mənada şirkətlərin ucuz kreditlərə çıxış imkanını artırmış olur. Əlavə olaraq da insanların səhəm bazarına daha çox yatırım etməsinə təşviq edə bilər ki, bu da S&P 500 indeksində ümumiyyətlə yüksəlişin davam edəcəyinə, belə deyək, təminat verə bilər. Hörmətli izləyicilər, bugün sizə çatdıracağımız xəbərlər bu qədər. Sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.